Salam əziz dostlar. Bu günləri 25 may 2025-ci ildə demək ikinci qruplara düşmüş B variantının suallarını izah edirəm. Başlayaq birinci sualdan. Birinci sualımız belədir. Demək, doğru olmayan ifadələri müəyyən edin. Doğru olmayan ifadələr burada demək, ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin tərkib hissəsindədir. Bəli, bu doğru fikirdir. Bizə doğru olmayan variant lazımdır. Onu qeyd eləyək. Demək, burada Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazıntılara rast gəlinir. Bu yanlış fikirdir. Çünki Talış dağları da Kiçik Qafqaz tektonik zonasında yerləşsə də, demək, onda filiz faydalı qazıntılara rast gəlinmir. Demək, bizim birinci sualımızın cavabı olacaq. Hansı? Demək, 2. 2 yanlış ifadədir. 2-ni qeyd eləyək. Niyə belə eləyəcəm? Demək, cavabımızın biri 2-dir. Sonra orta araz əyilmə zonasında qara metal xammalı, qara metal, dəmir, manqan, xromdur. O da orta arazda mövcud deyil. O səbəbdən cavab 2 ilə 3-dür. Yanlış ifadə. 2 ilə 3-ü biz götürəcəyik. Biraz nasazlığı yaranıb, bir dəqiqə bunu həll edək. Demək, 2 ilə 3 cavabımız B variantıdır. Sonra keçək 32-ci suala. Xəritə sxemində işlənmiş ölkə üçün doğru fikirlər soruşur. Argentinadan söhbət gedir təbii ki burada. Deyir ki, qərb hissəsində əhalinin sıxlığı daha çoxdur. Təbii ki, bu yanlış ifadədir. Atlantik sahili, Cənubi Amerikanın Atlantik sahilinə çıxışı olan ölkələrdir. Bu yanlış ifadədir. Şəkər çuğunduru, pambıq və cut. Təbii ki, bu Cənubi Asiyadır. Pambıq əsasən Braziliya üçün səciyyəvidir. Məhsuldar qırmızı qara torpaqlar çöl zonası üçün səciyyəvidir. Subtropik iqlim Şuşanın bərabər rütubətli iqlimi mövcuddur. Doğrudur. Demək, demoqrafik keçidin birinci yox, ikinci mərhələsində çayların qidalanmasında yağış suları üstünlük təşkil edir. Cavab olacaq, demək, 3-4B, 3-4-6 cavab C variantı demək, öz əksini tapıb. Keçək 33-cü suala. 33-cü sualımız belədir. Uyğunluğu müəyyən edin. Tataristan, Xakasiya və Kabarda-Balkar. Sənaye tullantıları Volqa çayını çirkləndirir. Bu Tataristana aiddir. Demək, 1-ə A olacaq. Sonra ərazisində yenidən fəallaşmış dağlar var. Bu Xakasiyaya aiddir. Bilirsiniz ki, orada Altay Sayan dağları mövcuddur. Yəni bu Sibir regionunda Xakasiya, Tıva, bir də Altay Respublikası bu dağlıq ərazilərdə yerləşir. Yəni Mərkəzi Asiyanın bu hissəsi Sibir regionuna aiddir. Demək, bu B variantı uyğun olacaq, demək, ikinciyə. Sonra Şimali Qafqaz regionunda yerləşir. Şimal Kabarda-Balkara aiddir. C və dağ turizmi yaxşı inkişaf etmişdir. Bu da elə Kabarda-Balkarın ərazisidir. Sonra seismik cəhətdən sabit ərazidə yerləşir. Bu Tataristandır. Tataristana uyğun gələn variant isə demək, Y variantıdır. Çünki o platforma ərazisinə uyğun gəlir. Demək, B variantı doğrudur. Elə düzgün də ifadə olunub. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Demək, uyğunluğu müəyyən edin. Orta Araz təbii vilayəti, Kür çökəkliyi vilayəti, Lənkəran vilayəti. Çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı çoxdur. Bu Kür çökəkliyindən axan çaylardan bəhs edir. Nival landşaft yaranır. Bu Orta Araz vilayətinə aiddir. B variantı. Ərazinin böyük hissəsi mülayim isti iqlim tipi hakimdir. Bu Lənkəran ərazisinə aiddir. Ya rütubəti bərabər paylanan mülayim isti, ya da ki, yay quraq keçən mülayim isti iqlim. Demək, C variantı gedəcək 3-ə. Sonra həm filiz, həm də qeyri-filiz faydalı qazıntılara malikdir. Bu orta əraziyə aiddir. D variantı. Sonra ərazisində həm meşə, həm də çöl landşaftı mühafizə olunur. Bu Kür çökəkliyinə aiddir. Y variantı. Sonra və salam. Demək, 1-ə B-dir. 1-ə B-dir. 2-yə demək A-Y. 3-ə də C variantı oldu. Y variantımız bizim cavabımız. Demək, neçənci sual idi bu? 34-cü sual. Keçək növbəti sualımıza, 35-ci sualımız. 35-ci sual. Verilən demək, Venn diaqramına əsasən cavablar təyin etməli. Afrikada yayılmışdır. Afrikada yayılan zodiarpak uyğun bəndləri təbii ki soruşur bizdən. Demək, bu A variantıdır. Hər ikisi yayılıb. Zodiarpak meşə və savanna zonası. Parana çayı hövzəsində yayılmışdır. Parana çayı hövzəsində yayılıb. Demək, savanna və seyrək meşələr və meşə çöl zonası.
Demək 2-yə uyğun gəlir B variantı. Sonra tropik hava kütləsinin təsirinə məruz qalır. Hər üçü tropik hava kütləsinin təsirinə məruz qalır. Çünki subtropik və subekvatorialda yerləşirlər. Yəni savanna subekvatorialda, bunlar isə subtropikdə yayıla bilir. Ona görə uyğun gəlir C variantı. Avropa qitəsində yayılmışdır. Avropa qitəsində yayılıb, demək codyarpaq və meşə çöl, o da D variantıdır. Sonra Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Codyarpaqla meşə çöldür, elə bu da Y variantıdır. Sonra kənd təsərrüfatı inkişafı üçün əlverişli aqroiqlim ehtiyatları vardır. Hər üçündə mövcuddur. Təbii ki, bu da demək uyğun gələcək ortaq cəhət kimi. Demək burada bizim demək 35-ci sualımızın cavabı olacaq. Demək 1-ə verdiyi A-nı, 2-yə B-ni, 3-ə D, Y-ni, 4-ə də demək C, F ilə C variantı uyğun gəlir. Doğru fikirdir. Keçək növbəti düzgün yazılıb, yəni. Keçək növbəti suala. Daimi qar xətti sxemlərinə əsasən doğru fikirləri müəyyən edin. Burada nəyə diqqət etiririk? Qar xətti 5000-dən keçir. Deməli, tropik iqlim qurşağı və yaxud ekvatora yaxın ərazidir. Bir də şimal yamacında qar xətti daha yuxarıdan keçir. Deməli, bu şimalda yerləşən bir dağdır. Çünki cənubunda qar daha çoxdur. Bu hissədə isə cənubunda qar xətti yuxarıdan keçir, şimalında isə daha aşağıdan. Bu cənubda yerləşir demək. Çünki cənubu daha soyuqdur. Günəş işığı daha doğrusu şimalda yerləşir. Şimalda yerləşir, şimalı daha soyuqdur və qar xətti aşağıya qədər yayıla bilib. Burada baxın, görək düz yazıb. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Bəli, qütbə yaxın dağdır həmçinin. Çünki qar xətti aşağıdan keçib. Qütbə yaxınlaşdıqca paralellərin uzunluğu qısalır. Doğru fikirdir. Keçək növbəti sualımıza. Növbəti sualımız demək bizim digər indi variantlarda qeyd edəcəyik. Təbii ki, digər sınav qəbul tipli tapşırıqlarda baxacağıq. Variantlar fərqlidir. Demək gördüyünüz kimi bura 340 yazılıb. 1, 2, 3-cüyə 370. Deməli 370-dən 340-ı çıxanda 30 eləyir. 30-da 3-ə böləndə 10 metrdir kəsmə yüksəkliyi. Və cənub-şərq hissəsi daha, cənub-qərb hissəsi üzrlüsən, daha sıx dik yamaca malikdir. Demək cavabımız C variantıdır. Keçək növbəti hissəyə. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikri müəyyən edin. Burada nəyə diqqət edirik? Demək, adam başına ümumi daxili məhsul cəmi 5000-dir, bunda isə 45000. Bunda əmək ehtiyatlarında işsizlik 55%, fəal əhali cəmi 55-dir, bunda fəal əhali 85, daha çox çalışır B-də. Və aşağı yaş qrupu A-da 38 uşaq çoxdur, B-də isə azdır, 14%. İqtisadi cəhətdən birinci sektor, yəni zəif inkişaf eləmiş sənaye sahələri, təsərrüfat sahələri 65%, bunda 15%. Çünki bunda xidmət üstündür və 3-cü, 4-cü sektor üstündür. Demək, B güclü ölkədir, inkişaf etmiş ölkədir. A isə nisbətən zəif ölkədir. Burada A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. Uyğun gələ bilər. Bizə aid olan variant bağlı doğru fikirlər soruşur. Bəli. B ölkəsi əhalinin təbii artımının azalması üçün demoqrafik siyasət aparır. B ölkəsi artırılmağa yönələr. Çünki burada demək insan azdır, inkişaf eləmiş ölkələr əsasən bu nisbətən göstəricidə, yəni aşağı göstəriciyə malik olduğu üçün təbii artımı azaltılmağa daha çox yönəlmiş tədbirlər həyata keçirilir. B-də artırmağa, A-da azaltmağa yönələr. Yəni burada B-də azaltmaq yazılıb. Bu yanlış təbii ki. B ölkəsində təbii artımın birinci tipi xarakterikdir. Bu doğrudur. İnsan azdır. 3 uyğun gəlir. Bir də 5-ə baxaq. 5 yazılıb. B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunur. Bu da düzdür. Elə düzgün qeyd edib şagird. Demək, keçək növbəti suala. Xəritə sxemində də işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Demək, Şəki, Zaqatala, Quba, Xaçmaz, bir də Orta Araz, Naxçıvan. Demək, suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Bu doğrudur. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. Bu da oxşar cəhətdir. Demək, bu variant deyil. Sonra bir neft, təbii qaz. Naxçıvanda birinci oxşar cəhət olanmaz. Neft, təbii qaz yox, Şəki, Zaqatalada da yoxdur. Səhvdir. Ərazilər alt paleozoy. Alt paleozoy əsasən bir dənə bu Qazax Tovuz rayonundadır. Yanlış ifadədir. Bunlar oxşar olanmaz. D variantı bütövlükdə tektonik qalxma zonasında yerləşir. Bu ortaq cəhətdir. Bütövlükdə deyil, amma təbii ki, burada Araz boyu əyilmə sahəsi var, burada ön Qafqaz çökməsi var, burada Kür çökəkliyində yerləşən Qanı Xəlic çayı var. Bu da onların üçün ortaq cəhət olanmaz. Ərazilərdən buzlaq və qar ərinti suları ilə qidalanan çaylar keçir. Bəli, yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi. Bunların da oxşar cəhət deyil. Birinciyə oxşar, ikinciyə fərqli olmalıydı. Cavab Y variantıdır.
Keçək növbəti sualımıza. Növbəti sualımız demək 40-cı sual e, uyğunluq, yəni doğru sıranı soruşur. Ona baxa birinci Gəncə Qarmaq Varşan bir düzdür. Bir düzdürsə avtomatik olaraq bu iki variant getdi. Türyançay, Ağdaş, Ceyrançöl, Ardız və Sakız 2 də düzdür. 1-2-dir cavab. 1-2-3 var. 1-2 hamısı da 1-2 ilə başlayır qalanlar. Sonra Qızılağaz İmişlidə deyil, getdi Lənkəran rayonu. Şirvan, Şamaxı bu səhvdir. Şirvan Şamaxı ərazisində deyil, Xəzər sahilində demək Neftçala Salyan ərazisi. Demək Qaragöl, Zəngilan rayonu səhvdir, Laçında yerləşir. Elə cavab onda 1-2-6-dır. 1-2-6 olan variant isə B variantında öz əksini tapıb düz yazıb şagird. Ölkənin əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildə sonra əhalinin sayı 12,1 milyon nəfərə çatmışdır. Artımın 40 min nəfər mexanikidirsə, deməli 12 milyon insan cəmi 0,1 milyon, yəni 100 min insan artıb. 100 min insan artıb 12 milyona qarşı. Demək 1000 nəfərə nə qədər dəyişəcək onda? 1000 nəfərə də x nəfər. Buradan tənasüb şəklində əldə etsək 12 x bərabər 1000 vurulsun. Demək 100 minə. Burada biz bölmüş olsaq demək tənasüb şəklində əldə etsək əhalinin ümumi təbii artımının 1000 nəfərə nə qədər olacağını təyin edə bilərik. Burada 5 nəfər edəcək. Niyə? Çünki ümumilikdə 100 min insan artıb, düzdürmü? Heç 1000 nəfərə ehtiyac yoxdur. Burada hələlik burada necə ehtiyac yoxdur? 100 min insan artıbsa 40 mini ümumilikdə şeydir, 40 mini mexanikidir. 40 min çıxsa qalır 60 min. 60 min burada tənasüb kimi əldə etsək 60 minə 12-ni də demək x-ə vursaq, sonra 60 mini minə vurub 12 milyona bölsək cavab 5 alınacaq. Yəni A variantı alınmış olacaq. Çünki dediyimiz kimi 100 min insanın 40 mini mexaniki yolla çoxalma baş verib. Burada gördüyünüz kimi siklon təsvir olunub. Çünki qalxan havadır. Qalxan hava alçaq təzyiq olur mərkəzdə. Buludlu hava şəraiti yaranır. Mərkəzində alçaq təzyiq sahəsi mövcuddur. Düzdür. Cənub yarımkürəsində olsaydı saat əqrəbi əksinə olardı. Saat əqrəbi əksinə deyir bu. Şimaldadır. Saat əqrəbi istiqamətində olardı cənubda olsaydı. Siklonlar belədir çünki. Mərkəzində yüksək təzyiq sahəsində mövcuddur. Səhvdir. Burada enən hava olmalıydı onda. Aydın buludsuz olsaydı yenə demək antisiklon olacaqdı. Tutqun buludlu hava şəraiti formalaşdırır. Doğrudur. Qalxan hava bulud yaradır, yağıntı verir. Cavab 1-5-dir. 1-5-in olduğu variantı isə demək C variantında öz əksini tapıb. Bizim neçənci sualımız idi? 42-ci sualımız. Demək, keçək 43-cü suala. Dünyanın iri daş kömür ixracatçıları Cənubi Afrika Respublikasıdır. Braziliyada təbii sərvət çox olsa da daş kömürü yoxdur. Çili mislə tanınır. Avstraliyadır. Bir də Rusiya təbii ki. Cavab 1, 4, 5 olacaq. 1, 4, 5 onun olduğu variantı isə A variantıdır. Keçək növbəti suala. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxış mövcud olan ölkələr, göllər daha doğrusu. Xəzər dənizi var, təbii ki, Volqa-Don, Volqa-Baltik kanalları. O, Ontario gölüdür, doğrudur. Bu da çay vasitəsilə demək, Müqəddəs Lavrenti. Onega gölü demək, burada çaydır. Neva çay vasitəsi, daha doğrusu Sivir çay vasitəsilə Ladoqa gölünə birləşir. Ladoqa gölü də Neva çayı vasitəsilə birləşir Baltik dənizinə. Cavab elə A variantıdır. Keçək növbəti suala. Demək belə. Növbəti suallarımız belədir. İstiqamətlərə baxaq. Demək, birinci istiqamət aşağıya doğrudur. Burada mil düzü var. Sonra mil düzü, hərəm düzü. Biri A uyğun gəlir elə. Vulkanik yayla. Vulkanik yayla bu hissədədir. Demək, 3-ə uyğun gələnməz. Gəyan düzü də bu tərəfdədir. Ona görə yəni yanlışdır. Demək, bu B variantını seçə bilməliyik. C. Şirvan düzü yan silsilə. Doğrudur. Burada Şirvan düzü var. Burada da yan silsilə var. Demək, C-ni seçəcəyik. A, C. Sonra Gəncə-Qazax düzü, Oxtusay. Oxtusay bu tərəfdədir. Gəncə-Qazax düzü şimaldadır. Bu yanlışdır. Ola bilməz bu istiqamətdə. Qusar maili düzənliyi Mazımçay. Mazımçay buradadır. Təbii ki, yanlış ifadədir. Bu da getdi. Kürəkçay Şahdağ silsiləsi. Onda ilə cavabımız ACF-dir. Demək, düzgün cavab Y variantıdır. Keçək növbəti suala. Növbəti sualımız belədir. 46-cı sual. AB xətti üzrə relyef profilini müəyyən edin. Demək, burada 130, burada 140 yazılıb. 1, 2, 3, 4, 140, 10. Onu da 4-ə böləndə 2,5 edir. Onda bu 132,5 olacaq.
Burada 150-dirsə 1, 2, 3, 4'ü vursaq o 2,5 10 eləyəcək. 160 eləyəcək bu. 160 budur. A 160'dan böyük. B isə 130'dan 132'nin arasındadır. Deməli 120 ilə. Buradan B'dən başlayırıq, çaya doğru alçalırıq. Sonra yavaş-yavaş yüksəlirik. Amma bu isə horizontallar seyrəkdir ya, biraz hamardır. Sonra getdikcə dikləşir, görürsünüz, sıxlaşma baş verir. Elə B variantı uyğun gəlir bizim cavabımıza. Keçək növbəti sualımıza. Növbəti sualımız demək 47-ci sualdır. 47-ci sual belədir. 8 milyon 300 min nəfər, demək 3 milyon 984 min nəfəri isə kəndlidir. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini təyin edin. Demək, kəndlilərin ümumi əhalinin tərkibindəki faizini hesablasaq 48 demək, bölsək 8 milyon 300 minə, demək, bərabər vursaq 100-ə, bərabər olacaq 48%. Demək, yerdə qalan 52% şəhərlidir də. D variantı. Sonra keçək növbəti suala. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan əlamətlər. Demək, 1-3-5 təsərrüfatda hasilat sənayesinin payı üstündür. 1 səhvdir, Almaniyadan söhbət gedir. Bu yanlışdır. Demək, emalci sənaye üstündür. 3-4, bir də xidmət təbii ki, informasiya sektoru. 3-4-6. 3 demək Türkiyə, 4 Braziliya, 6 isə demək Meksika. Yalançı urbanizasiyadır, düzdür burada. İnkişaf etməkdə olan ölkələrdə yalançı urbanizasiyadır. Sonra dördüncüyə baxaq, üçüncüyə daha doğrusu 2-4-6 əhali Hind-Avropa dil layihəsinin eyni dil qrupundadır. 2 demək İspaniya romandır. Sonra 4 Braziliya Portugal dilidir, o da romandır, bəli, elə Braziliya qrupuna daxildir. 5 də daha doğrusu 6 da Meksikadır, o da İspan dilidir. Elə cavab doğrudur. 2-3'dür cavab. 2-3 yəqin ki 2-3'dən başqa variant yoxdur. 5'dir. Bunda elə A variantıdır. 5'ə baxaq. İnzibati ərazi quruluşuna görə federativdir. 1 Almaniya federativdir. 3 demək 1 5 5 demək Avstraliya federativdir. Demək 6 da Meksika federativdir. Doğrudur. 49-cu sual. Demək cavab Qarabağ, Gəncə Qarabağ, Şamaxı fiziki coğrafi rayonlarında qışın soyuq, yazın elə qış soyuq şaxtalı keçməsidir. Taxıl əkinlərinin, taxıl əsasən yazlıq taxıl şaxtalı yerlərdə olur əsasən bu səbəbdən. Demək belə. Sonra keçək 50-ci suala. 50-ci sualımız belə olacaq. 50-ci sual. Uyğunluğu müəyyənləşdirək. Demək, dəmiyə əkinçiliyi üstünlük təşkil edir. Dəmiyə əkinçiliyi üstünlük təşkil edir harda? Dəmi mərkəzi düzənliklərdə, Amerikada, Amerikan düzənliklərdə. Sonra suvarmada əsasən yay mövsümündə istifadə edilir. Yayda quru olan Cənubi Avropadır. Cənubi Avropanı B-yə verəcəyik. 2-yə B. Sonra Çukot yarımadası bu əkinçilik üçün əlverişlidir. Təbii şəraitlər üçün əlverişlidir. Çukot bilirsiniz ki, Avrasiyanın uzaq şimal-şərq nöqtəsi yerləşir. C gedəcək buna. Şərqi Asiya yayda suvarılmır, mussondur, dəmiyə əkinçiliyi təşkil edir. Burada suvarma da var, dəmiyə də var. Alyaska yarımadası da əlverişsiz təbii şəraitə malikdir. Demək 1-ə A, 2-yə B, 3-ə C-yə. 1-ə A, 2-yə B, 3-ə C-yə. Cavab Y variantıdır təbii ki. Demək belə. Keçək növbəti sualımıza. Demək növbəti sualımız 51-ci sual. Uyğunluğu müəyyən edin. Qışı quraq keçən mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı, demək soyuq iqlim və yayı quraq keçən soyuq iqlim. Yayı quraq keçən soyuq iqlim Naxçıvanın əsasən orta dağlığını əhatə edir. Qışı quraq keçən mülayim isti Lənkəran ərazisi üçün səciyyəvidir daha çox. Qışı quraq üzürlü sayın, yayı quraq keçən Lənkəran, Qanı Xəyiçay və Kiçik Qafqazın dağətəyi ərazilər üçün səciyyəvidir. Yay quraq keçən dedik, bütün fəsillərdə bol yağıntılı soyuq, yalnız Zaqatala Lazıda Böyük Qafqazın cənubi yamacını əhatə edir. Demək 51-də baxırıq, Böyük Qafqazın cənubi yamaclarında dağətəyi və alçaq dağlıq sahələri əhatə edir. Bunlardan demək keçdi. Sonra Naxçıvan orta dağlıq demək yay quraq keçən soyuqdur. 3-ə B. Demək Böyük Qafqazın şimal-şərq yamacının dağətəyi və alçaq dağlıq sahələri, Böyük Qafqazın şimal-şərq yamaclarının dağətəyi və alçaq dağlıq sahələri, Kiçik Qafqazın dağətəyi və alçaq dağlığı demək 1-ə D gedəcək. Bütün dağətəyi və alçaq dağlığı qışı quraq keçən demək mülayim istidir. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlığı, bəli, bu da bütün fəsillərdə bol yağıntılı soyuğa gedəcək.
2'ye də y var. 1'ə d, 2'ye y, 3'ə b, 1'ə d, demək 1'ə d, 2'ye y, 3'ə b. Cavab D variantıdır. Sonra demək bizdə 1,8 24,3 24,3'dən çıxsaq 1,8'i demək 13'dən 8 çıxanda 5 burada da 3 qalıb 2 22,5 dərəcə demək temperatur fərqi yaranır. Çayın uzunluğu 250 kilometrdir. Demək 22,5 dərəcə fərq eləməsi üçün 1000 metrə 6 dərəcə eləyir. 22,5 fərq eləməsi üçün x metr 6x bərabərdir. Demək vursaq bunu 1000-ə x-i tapanda 22.500'ü biz 6'ya bölsək 22'nin içində 3 dəfə 18 4 45'in içində demək 7 dəfə 6 7 42 qaldı 3 0'ı getdi 5 dəfə 6 5 30 bir dənə də 0 əlavə elədi 3750 metr 3750 metrdə biz bölsək 250'yə 3750'ni də 250'ye bölsək yəni 375'i 25'e bölsək 375'i 25'e bölsək bir dəfə 25 7 oradan 5 də buradan 12 eləyəcək təbii ki. Burada 2 1 125'in içində də eləyəcək 5 dəfə. 15 demək meyilli 15 meyilli 15'tir. 15 nisbətən yüksək meyillikdir. Yəni 0'a yaxın deyil. Dərəsində meandrlar əyri olması üçün düzənlik olmalıdır, amma bunda ondan yuxarıdır. Hidroenerji imkanlarına malikdir, düzdür. Çünki sürətli axır. Nəqliyyat imkanları genişdir, meyilliyi çoxdur. Mənbəyi böyük su ayrıcı silsilə, böyük su ayrıcı dağlar alçaq dağlardır. Bu nisbətən hündürdən başlayır. Yəni bunun mənbəyi ilə mənsəb arasında gördüyümüz kimi 3750 metr fərq var. Onun hündürlüyü isə maksimal 2228'dir. Dağcılıq fəaliyyət üstünlük təşkil edir, düzdür. V şəkilli dərələr var. Cavab 2 5 6'dır. 2 5 6'nın olduğu variant isə A variantında öz əksini tapıb. 53 güneş şüalarının günorta vaxtı minimum düşmə abzağı 60 dərəcə şimal enliyində güneş 23,5 cənubuda olanda düşür. Toplayanda 83,5 ilir. O da 6,. Bu səhvdir. Bu qədər yəni böyük bucaq bu çox böyük göstərilib. Yəni güneş cənub tropikində 23,5'də zenitdə olanda 60 dərəcə şimala çox az miqdarda güneş işığı və istiliyi düşür. Aralarında 83,5 dərəcə fərq var. O da 6,5 dərəcə eləyir minimum. Bu yanlışdır. Demək 1 getdi. 26 dərəcə cənub enliyi 40,5 dərəcə minimum düşüb. 26 dərəcə cənub enliyi baxaq. 26 dərəcə cənuba nə zaman güneş daha kiçik bucaq altında düşür? 23,5'də olanda 26 dərəcə cənub enliyi 26 dərəcə cənub enliyi toplayanda 43,5 eləyir. 90'dan da demək 26 dərəcə cənub enliyi toplasaq 23,5 49,5 o da 40,5 düzdür bu. 2 düzdür. 34 şimal enliyi 80 demək 80 dərəcə. 34 şimal enliyində bu 80 dərəcə yanlışdır. Güneş yalnız 10 dərəcə deyil bundan uzaq olmalıdır minimum düşməsi üçün. Amma güneş 34 dərəcə şimal enliyində 23,5 dərəcə cənubda olanda həddindən artıq uzaqda olur. Yəni 57,5 dərəcə uzaqda olur. Bu da onun üzərinə 32,5 dərəcə düşməsinə səbəb olur. Bu səhvdir. 45 48,5 minimum yəqin ki bu da yanlış olacaq. Çünki 45 dərəcə bizdən daha şimaldadır. Bizdən minimal 26,5'dir amma burada 48 yazılıb. Bu da yanlış ifadədir. Sonra 38 cənub enliyi bizdən 2 dərəcə fərqlidir. 40 dərəcə. Bizdə minimum 26,5'dir. Bunda da 28,5 olacaq. Bu düzdür. Onda elə cavab 31 dərəcə şimal enliyi 35,5. 31 şimal enliyinə güneş nə zaman az düşür? 23,5 cənubda olanda toplayanda demək eləyir 54,5. 54,5 90'dan da 54,5 çıxanda 35,5 eləyir, düzdür. Cavab 2 5 6 eləyəcək. Bunu da silək. Keçdik 50 demək 4-cü sual. Doğru ifadə. İslandiya və litosfer havaların divergensiyasında Yaponiya konverj etdi. Filippin adaları yalnız bir okyan suları ilə düzdür. Sakit okyan. Kalahari'də qum demək duyular genişlər düzlən dünyanın ən hündür qum təpələri bundadır. 2-3 Alp dağlarının Greenwich meridianı kəsmir təbii ki. Atlas dağları Alp Himalaya qırşı zonasında yerləşir. Düzdür. Afrikada yeganə Atlas dağları ki burada yerləşir. McDonnell Hammersli bu demək yanlışdır. Cavabımız olacaq 2 3 5. 2 3 5'i də müəyyənləşdirdik. Buradan keçək növbəti
55-ci suala. 55-ci sual ixlatdan göndərilmiş səs siqnalı. Demək birində 3,6, digərində isə nə qədər olub? 5,2. Nə qədər fərqlər var? 5,2-dən çıxar 3,6-nı, 12-dən 6 çıxanda 6, demək 4-dən də 3 çıxanda 1 eləyir. Onda vaxt gedib qayıtma müddəti 2 dəfə olduğuna görə vaxtı 2 ilə bölsək 0,8 eləyəcək. Onda 1500-ə vursaq 0,8-i, yəni 8-i 150-yə vursaq, bu da eləyəcək nə qədər? 1200. 1200 metr demək fərq olacaq. Burada keçdik 56-cı suala. Mənşəyi göl yerləşdiyi ərazi. Uçqun mənşəli göl, Göy göldür, Şahdağda yerləşmir, Murovdağdadır. Bu səhvdir. Axmaz Sarısu Muğan düzündədir, yox Mil düzündədir. Vulkan Qaragöl vulkanik yerlərdə bu düzdür. Bizə nə lazımdır? Uyğun pozulmuşdur. Demək pozulubsa 1-də pozulub, 2-də pozulub. 3-də pozulmayıb, üst düzdür. Buzlaq aznahur, aznahur buzlaq deyil. Demək cavab olacaq 1, 3, 4. O tektonik mənşəli göldür. Sonra keçək növbəti suala. Skotialin dağları, Krım dağları, Skandinaviya dağları. Skotialin dağları. Skotialin dağları Mezoildə yaranıb. Demək B variantıdır, Kimmeri. Sonra Krım dağları yaranıb Alpda. Alpa uyğun gələcək A variantı. Demək 2A. Sonra Skandinaviya dağları da Kaledonda yaranıb. Bu da uyğun gəlir D variantı. Deməli 1-ə B, 2-ə A, 3-ə də D. Demək belə olacaq cavab. Keçək indi növbəti situasiya sualına. Situasiya sualı. Deyir ki, A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5-dir. Deməli, 6,5 düşürsə o qütbə çox yaxındır. Çünki günorta vaxtı belə bu qədər kiçik bucaq altında günəş şüası olur. Həmin gün 40 dərəcə cənub enliyinə, demək ekvatordan 40 dərəcə cənub enliyinə günəş şüası nə qədər düşür? 73,5. Xatırlayırsınızsa biz 40 dərəcə şimal enliyində olduğumuza görə 23,5 dərəcə şimal enliyində günəş bizə yaxın olanda bizə 73,5 düşürdü. Deməli, əgər 40 dərəcə cənub enliyində 73,5 düşürsə, deməli günəş cənub tropikində, cənub enliyindədir ki, 90 dərəcə bura düşür ki, 23,5 ilə 40 dərəcə cənub enliyi hər ikisi cənubdadır. Aralarında 16,5 fərqli var. 90-dan 16,5 çıxanda 73,5 qalır. Onda günəş cənub tropik xəttində zenitdədir. Cənub tropikində zenitdə olanda həmin obyektdə günəş şüası 6,5 düşür. Deməli, məntəqə ikisi şimal enliyindədir. Bundan üzərinə 23,5-i gəlib 6,5-ə bərabər etsək, 90-dan 6,5 çıxmalıyıq ki, mötərizəni təyin edək. Burada eləyəcək 83,5. Demək, ondan da 23,5 çıxsaq, 0, 0, 6. Deməli, məntəqə 60 şimal enliyindədir. Bizdən Bakıdan 80 dərəcə irəlidədir. Bakı demək 50-dədir. 80 dərəcə irəlidədir. 80 dərəcə 1 dərəcənin qiyməti 4 dəqiqədir. 80 dərəcə irəli olması üçün demək 80-i 4-ə bölsək eləyəcək 20 dərəcə, 20. O da eləyəcək bizi 50-dəyi, o da 70-də olacaq onda. 70 dərəcə şərq uzunluğu. 70 dərəcə, deməli bu yerləşdi 60 dərəcə şimal, 60 şimal, 70 dərəcə şərq uzunluğu. 60 şimal, 70 dərəcə şərq uzunluğu. 70 dərəcə şərq uzunluğu. 60 dərəcə şimal enliyində bizdən sağda olan ölkə Rusiyadır təbii ki. Bu ölkədə bol sulu çaylar və şirin sulu göllər, onun inzibati ərazi quruluşu Avstraliya ilə federativdir. Yəni ölkənin ərazisində həm əsas, həm keçid iqlim uşaqları var. Məsələn, subarktik, deyək ki, məsələn, mülayim və s. Arktik fərqi yoxdur. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış mezoy məsələn və yaxud paleozoy eralarında yaranmış dağlar və ya kaynozoy. Bu ölkə müxtəlif geoloji eralar. Ölkədə onun ərazisinin böyük hissəsinə aid olduğu qitənin ən ucqar şimal və şərq. Demək, Rusiyadır. Şimal Taymır yarımadasında yerləşir. Şərqdə də Skot yarımadasında yerləşir. Deyişini yox bunu. Mətnin əslində A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edin. Mətin cədvəl gərək müəyyənləşdirir. Rusiyadan söhbət gedir. A məntəqəsinin yerləşdiyi ölkənin onun ərazisində yerləşən yarımadalar və mezoy yaşlı dağları müəyyən edin. Yerləşdiyi ölkənin onun ərazisində yerləşən yarımadaları. Taymır yaza bilərik. Taymır, Skot. Ucqar nöqtələrin yerləşdiyi ərazilər. Başqalarını da əlavə edə bilərik. Əgər təkcə ucqar nöqtələrini yazmasaq, təbii ki. Sonra Taman var. Sonra demək Kamçatka var. Mezoy yaşlı dağları müəyyən edin. Amma dediyim kimi ucqar nöqtələrin yerləşdiyi yarımadalar bunlardır. Mezoy yaşlı dağlar burada Verxeyonsk, Çevsk silsilələri. Verxeyonsk, Çevsk, Skotialin,
Yani burada Skotalin verilmiştir. Skotalin dağları. Bunlar Mezozoyda yaranmış dağlardır. Sonra mətnə əsna A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. Yenə cədvəldə istəyir dediyim kimi Rusiya ilə bağlı olan fikirləri qeyd eləyəcəyik. Belə. Vəssalam, bu demək hansı variantın cavabları idi? Gördüyünüz kimi B variantının cavabları idi. Sağ olun. Növbəti indi izaha baxaq. Növbəti suallara.